Qəlbimiz zəncirlə dünyaya bağlanıb, pərvaz eləyib uça bilmir göylərə. O əlaqələr, məhəbbətlər bizi dünyaya bağlayıb, qəfəsi qıra bilmir. Hey təşviqlə, diqqətlə, dəvətlə biz din yolu gedirik. Allah bizim hey nazımızı çəkir. Nazımızı çəkə-çəkə aparır mənim kimi insanların. Könüllü getmirik. Amma insan var, insanlar var, az da olsa. Onlar Allahın nazını çəkirlər. Bu məcazi sözdür əlbəttə ki. Onlar Allaha tərəf könül xoşluğu ilə gedir. Heç bir amil tapa bilməzsən ki, bu səbəbdən Allaha ibadət edir. Heç bir amil tapa bilməzsən. İmam Səccad əleyhissalam ki buyurur, ilahi məni bəla ilə ədəbləndirmə. Bəla şallağı ilə məni ədəbləndirmə. Bilirsiniz məqsəd nədir? Yəni mən o insanlardan olmayım ki, bəlaya görə sənə yönəlmişəm. O insanlardan olmayım. Hansı dəlillər bizi zorla Allahın yoluna bağlayıb kəndir kimi. Sonda sual verim və bu suala cavab verib sözümü tamamlayıram. Bəs biz neyniyək ki, biz də o dərəcələrə gedək çataq? Bəs biz necə eləyək ki, məcbur bir təhər gəlmişik, bu yolu gedirik. Ürəyimizdən hərdən günah da keçir, mübarizə aparırıq, istəyə-istəyə günahın məhəbbəti ürəyimizdə ola günah eləmirik, bir təhər, bir cür bu yolu gedirik. Bəs biz neyniyək ki, həqiqi bəndəliyin ləzzətini dadaq? Onun cavabı budur ki, bir müddət bu tapdığımız dəlilə görə, hansı dəlillə gedirik din yolunu bilmirəm, hərənin bir dəlili var. Cəhənnəmdən qorxuruq, eybi yox. Bir müddət elə ancaq onun qorxusundan da olsa Allahın haram buyurduğundan çəkinək, Allahın vacib buyurduğunu yerinə yetirək. Eybi yox, könül xoşluğu ilə olmasa da. Dinin bir acı dövrü var, o dövrü hamı keçməlidir. Hərdən biz təbliğ eləyəndə deyirik, gəl namaz qıl, gör nə hallar var, nə əleyhissalam belə ibadət elədi. O ibadət eləyən adam da gəlir namaz qılır, gör o hallardan xəbər yoxdur. Biz ona başa salmalıyıq ki, o hal bir günə gəlməyəcək. Bu dinin bir müddət acı dövrü var, çətinlik dövrü var. O acı dövrü nə bəhanə ilə Allaha ibadət edirsən, eybi yoxdur. O acı dövrü bir təhər səbr elə, hansısa bəhanə ilə günah eləmə. Bir müddət belə davam elə. Səndən soruşsalar, niyə günah eləmirsən, eybi yoxdur, ilə ürəyim istəyir günah eləmək, amma qorxuram cəhənnəmdən. Amma qoy bu da olsa səni bu günahdan saxlasın. Belə bir müddətdən sonra o çətin dövr keçir. Va'bud rabbəkə hətta yətiyəkəl yəqin. Quran buyurur. Allaha ibadət elə, o qədər elə ki, ta yəqinə çatasan. Çatdın, qutardı. Va'bud rabbəkə o çətin dövrdür. Məcbur elə, eybi yoxdur. Özü məcbur elə, xoş da olmasa, çətin də olsa, acı da olsa, elə ta bir məqam gələcək ki, o xoşluq gələcək. Yavaş-yavaş məhəbbət ürəyivə daxil olacaq, Allahın məhəbbəti. Pərdələr çəkiləcək. Elə ki, Allah məhəbbəti ürəyə girdi, ondan sonra da çətinlik qutardı. Ondan sonra da sənə dəlil lazımdır ki, filan şeydən qorxdum, namaz qıldım, ibadət elədim. Ondan sonra cazibə var ancaq, başqa heç nə yoxdur. Sən bu qapıdan nə bəhanə ilə olursa olsun, əl çəkmə Allah qapısından, yavaş-yavaş ev sahibinin məhəbbəti sənin ürəyivə girəcək, sonra da məcbur olmayacaqsan. Sonra könül xoşluğu ilə onda biləcəksən ki, din nədir. Onda biləcəksən, bu dindarlığın ləzzəti nədir? Allah ki, bunu ləzzət adlandırır, onda dərk eləyəcəksən. O məhəbbət ürəyə girəndə, onun üçün bu çətin dövrü hamı keçməlidir. Amma elə ki, ürəyə daxil oldu, əleyhissalam buyurur, Hubbullah narun. Allahın məhəbbəti bir oddur, la yəmurru alə şeyin illa ihtərəqə. O hər nəyə gəlsə, toxunsa yandırıb kül eləyəcək, bütün həvəsləri öldürəcək, ancaq diqqət və ləzzət qalacaq ortada. Hər şey aradan aparacaq. Keyf onda başlanır. Onda başlanır ki, insan yaradanın özünə aşiq olur, özünə bağlanır. Əvvəl belə deyir, əvvəl deyir, ilahi sən demisən namaz qılıram, çətin də olsa qılıram. Sən demisən oruç çətin də olsa tuturam.
Xoş da deyil bəlkə mənə. Mən də yemək istəyirəm, gəzmək istəyirəm, günorta yatmaq istəyirəm, amma da sən demisən məcburam eləyirəm. Bu dövrü özü bir qədər bu ibadət şallağı ilə vurursan nəfsi, ondan sonra yavaş-yavaş ünsiyyət yaranır Allahla. Ondan sonra bu mərhələ çatır ki, Əleyhissalam Kumeyl duasında deyir. Deyir, ya seyyidi, ya ilahi və ya mevlai, səbərtu alə əzabik, fəkeyfə əsfiru alə firagik. Tutaq ki, dözdüm cəhənnəmin oduna və səndən ayrılığa necə səbr eləyim? Səndən ayrı qalmağa necə dözüm? Belə məqamda insanın ən böyük dərdi Allahdan ayrı düşməsidir. Əleyhissalam möminlərdən danışır, buyurur, Allah onlara əcəl yazmasaydı, ruh bir dəqiqə qalmazdı bədəndə. O qədər şövqləri var Allaha qovuşmağa. O qədər istəkləri var Allaha qovuşmağa. Bu uzaq məqsəddir. Bəlkə də məni qınayanlar tapılar ki, sən bu sözləri burada nəyə görə danışırsan ki? Amma məni qınamayın, çünki mənim üçün də çox əlçatmaz bir şeydir. Amma o əlçatmaza hasansa çatmaq istəyirsənsə, mən onun çalışdım bugün yolunu deyəm. O bir günə gəlmir. Bir müddət gərək mübarizə və azılıqla bu yolu gedəsən. Bir müddət bunu belə gedəsən gərək. Ondan sonra o od kürəyə düşdü da insan üçün çətinlik qalmır. Dində çətinlik adında bir şey olmur. İnsan üçün ümumiyyətlə mübarizə qalmır. Kim eləyim, eləməyim, bu mübarizə bitir insan üçün. İnsan üçün ancaq könül xoşluğu ilə ibadət var və insanın yeganə dərdi Allahdan ayrı düşməsidir. Şuayb Peyğəmbər ağlayır, gözü tutulur. Allahdan nida gəlir, Allah gözünü açır. Yenə ağlayır, yenə gözü tutulur, yenə gözünü açır. Üçüncü dəfə gözü tutulur, Allah soruşur ki, ey Şuayb, cənnət istəyirsən, verdim sənə arxayın. Cəhənnəmdən qorxub ağlayırsan, amandasan, əmin eləyirəm ki, cəhənnəmə getməyəcəksən. Ağlama. Deyir, ilahi, nə cəhənnəmin qorxusundan ağlayıram, nə cənnətin şövqündən. Sənin məhəbbətin ürəyimə düşüb, ayrılığa dözə bilmirəm. Mən dünyada qəribəm, ona dözə bilmirəm. Ona çatsa insan görərsən, həyat bütövlükdə şirin olur adam üçün. Qəmi, qüssəsi, ağlamağı da şirin olur. Həyatda azı bir şey qalmır insan üçün. Bir müddət insan mübarizə aparmalıdır. O sonuncu baltanı ki vurdu, mənəmçilik ürəkdən çıxdı, kef onda başlanır. Onda da acı adlı bir şey qalmır. Yadda saxlayaq ki, həyatda bütün acılıqların bir mənbəyi var. O da insanın özünü sevməsi. Onun axırıncı toxumunu ürəkdən çıxartdın, sonra qəm də şirin olur. Yemək də ləzzətli olur, yatmaq da ləzzətli olur, ibadət də ancaq ləzzət aləminə qərq olur və dindarlığın bu mərhələsi var və həqiqi dindarlıq, übudiyyət, bəndəlik budur. Onda insan Allahın şövqü ilə yaşayır. Onda heç nə insanı məşğul eləmir. Süleyman Peyğəmbərə Allah o qədər mülk vermişdi ki, Quran buyurur, heç kəsə verməyib və verməyəcək. Süleyman quşların da dilin bilirdi deyir. Süleyman zahiri və batini mülkə hakim idi. Süleyman qüdrət sahibi idi. Bütün səltənət onun əlində idi. Axırda deyir ki, çıxıram sarayımın qəsrinə, oradan baxım, tamaşa eləyim öz var dövlətimə. Çıxır əsasına söykənir, oturur, deyir, heç kəsi buraxmayın içəri. Mən dincəlmək istəyirəm. Görür bir nəfər cavan insan qiyafəsində bir adam dayanıb. Deyirsən, kimsən kim bu saraya daxil oldun? Axı mən demişdim ki, icazə verməsinlər. Cavab verir ki, mənə evin həqiqi sahibi icazə verib mənə. Evin, sarayın həqiqi sahibi olan Allah mənə icazə verib. Baxır, deyirsən, kimsən? Deyir, ölüm mələyiyəm mən, Əzrailam. Gəlmişəm sənin canını almağa. Onu deyəndə deyir, imzi limə umird. Fəhaza yavmu sururi. Allah nə əmr eləyib, onu elə, al canımı. Bugün mənim ən şad günümdür, ən xoşbəxt günümdür. Bugün mənim üçün bayram günüdür. Allahı sevən adam görürsən, dünyanın səltənəti əlində onun heç bir niyetini eləmir. Mən bütün ömrü boyu bu günün arzusunda olmuşam. Bu mənim ən şad günümdür. Allahın dostu Həzrəti İbrahim idi. Allah bu qədər bəndənin içindən onu özünə dost seçmişdi.
İbrahimin də ölüm məqamında gözəl bir ibrət var. O da baxır, görür ki, bir nəfər dayanıb. Deyirsən, Əzrailsən, deyir, bəli. Nə üçün gəlmirsən, deyir, bilirsən niyə gəlmişəm. Gəlmişəm, dəvəti çatdıram sənə. Allah səni dəvət eləyir. Belə deyək ki, İbrahimin aşiqlik damarı tutur. İstəyir ki, bu canvermə anını biraz da gözəlləşdirsin özü üçün. Biraz da şirinləşdirsin. Biraz söz danışmaq istəyir, söz eşitmək istəyir. Ölüm mələyinə deyir ki, فَهَلْ رَأَيْتَ خَلِيلًا يُمِيتُ خَلِيلًا Allah mənə dost deməyib, deyir, bəli. Heç görmüsənmi ki, dostu öldürə? Ölüm mələyinə deyir. Əzrail cavab bilmir. Gedir Allahın yanına, Allahın dərgahına. Deyir, ilahi, eşitdin dostun nə deyir? İbrahim nə deyir? Deyir, heç görmüsən dostu öldürə? Allah cavab verir, deyir, Əzrail, get dostuma dinən. Həl rəəytə həbibən yəkrəhu liqaə həbibi. Heç görmüsənmi ki, dostun görüşündən xoşlanmaya, şad olmaya? Əzrail gəlir, onu deyir. Onu deyəndə İbrahim əleyhissalam deyir, yubanma tez canım, alday taqətim yoxdur ondan ayrı qalmağa. Bax, insan bu məqam üçün yaranır. Bu dərəcə üçün yaranır. Bu çox ali məqamdır. Burada bəlkə bu sözü danışmaq bilmirəm nə dərəcədə yerinə düşür. Amma mənim sözüm budur ki, bu insaniyyət məqamına çatmaq bir günə başa gəlmir. Acılıqlar olmasa, mübarizə olmasa, insan hər nə bəhanə ilə olur olsun, eybi yoxdur. Nəyin qorxusundan olur olsun, eybi yoxdur. Təki çəkinsin, günah eləməsin, Allaha itaət eləsin, eybi yoxdur. Hansı bəhanə ilə olursa olsun. Bu müddəti keçəndən sonra axırı bir gün o mənəmçilik ürəkdən qopur düşür, ondan sonra bu aləm başlayır, bu məqam başlayır və insan həqiqətdə belə bir məqam üçün yaranır, belə bir dərəcə üçün yaranır ki, özünü Allaha həsr eləsin və yolun, mən bir dəfə bunu demişəm, bunu da deyim, sözümü tamamlayım, yolun başlanğıcı budur. Bütün bu mübarizə dövrü ki var, din yolunun müqəddiməsidir. Başlanğıc onda başlayır ki, insan azılıqlardan azad olur. Təəssüf ki, milyonlarla insan bizim kimi namaz qılan müqəddimədə canını tapşırır, dünyasını dəyişir və o həqiqi bəndəlik nədir onu bilmədən ölüb gedir. Çoxu belədir. Allah da rəhimlidir, bağışlayır, cənnətə də aparır. Amma bu, yaradılışının fəlsəfəsini başa düşmədən yaşayır və ölür. Və heç zamanda o ləzzət ki, lazım idi dada, o ləzzət ki, onun üçün yaranmışdı, ondan bixəbər yaşayıb və bixəbər də dünyadan köçür. Allah bizi həqiqi bəndələrindən qərar versin inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fasalli li rabbika vanhar inna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim.